Bəli. Deməli, üçüncü hakimiyyət qolu məhkəmə qoludur. Yadda saxlayın, ümumiyyətlə məhkəmə qolu Konstitusiyada bəzi bölmələrdə icra və məhkəmənin adı çəkiləndə, daha doğrusu icra və qanunvericilik hakimiyyətin adı çəkiləndə məhkəmə çəkilmir. Ən birinci fərqi biz elə yalnız referendumdan həll olunan məsələlərdə biz gördük. Deməli, yalnız referenduma çıxmayan məsələ 3 dənə demişdik. Onun biri dövlət büdcəsi vergilər idi, digəri amnistiya və əfv etmə idi. Baxın, amnistiya, əfv etmə artıq prezident və milli məclisə aiddir. Məhkəmənin burada bir şey yoxdur. Üçüncü də deyir və müəyyən vəzifəli adamları vəzifə təyin təsdiq eləmək ya qanunvericilik hakimiyyətinin, yəni Milli Məclisin, ya da icra, yəni prezidentin səlahiyyətindədirsə. Görürsünüz, məhkəmə yenə də orada yox idi. Çünki məhkəmə önəmli. Məhkəmə kimlərə vəzifə təyin edir? Məsələn, bizim üçün maraqlı deyil. Oldu mu? Yəni məhkəmə öz spesifikliyi ilə seçilir. Ədalət mühakiməsindən bunların işi yalnız ədalət mühakiməsi aparmaqdır, belə deyək. Konstitusiyaya görə, indi təbii ki, qanunda daha əlavə işlər də var. Yalnız məhkəmələr həyata keçirəcək. Konstitusiyada adı çəkilən məhkəmələr, bir Konstitusiya Məhkəməsi, baxın xüsusi işarələrini burada, çünki özü ayrıca bir mövzu kimidir bunun. Ali məhkəmə, apellyasiya məhkəmələri, ümumi məhkəmələr və ixtisaslaşmış məhkəmələr. Ümumi məhkəmə deyəndə rayon şəhər məhkəmələridir. Məsələn, Gəncə şəhər məhkəməsi bu ümumi məhkəmədir. İxtisaslaşmış bir sahəyə baxır. O hakimlər bir sahədə ixtisaslaşmış hakimlər olurlar. Burada mötərizə yazmışam, amma əslində sizə düşməyəcək bu. Ağır cinayətlər, inzibati komissiya və hərbi məhkəmələr. Bu sadəcə olaraq əlavə kimidir. Hı -hı. Yaxşı. Sadəcə yadda saxlayırsınız ki, ümumi və ixtisaslaşmış məhkəmələr, üsyan. Məhkəmə hakimiyyəti hansı icraatlar vasitəsilə həyata keçirilir? Məhkəmə icraatı deyəndə məhkəmədə gedən işlərdən söhbət gedir. Məhkəmə prosesində o filmlərdə görə bilərsiniz. Biri dayanıb orada, hakim oradan danışır, vəkil buradan danışır. O proseslər icraatlardır. Yəni belə loru dillə deyək. Üç icraatın adı çəkilib burada. Konstitusiya icraatı var. Bu icraat tamam fərqli bir icraatdır. Orada 9 hakim olur. Onlar öz aralarında qərar qəbul edirlər falan. Orada yəni ittiham, müttəhim o belə söhbətlər yoxdur. Mülki, bəli, mülki deməli icraat. Mülki icraat ümumiyyətlə uşaqlar. İnsanlar arasında ola bilən bütün belə cinayəti qırağa qoysaq, əksəriyyəti mülki hesab olunur. Yəni mülki deyən kimi çox vaxt əmlak başa düşülür. Xeyr, mülki münasibətlər. Mesela biri o birisindən üzr istəməlidir. Bu onun xətrinə dəyib. Bu onun boşanmalar, ailə, hamısı onların mülki icraatlardır. Bir də cinayət məhkəmə icraatı, bu da aydın məsələdir. Üç icraatın adı çəkilib. Deməli, konstitusiya icraatı, mülki və cinayət icraatı və təbii kidir, qanunla daha başqa müəyyən oluna biləcək icraatlar da var. Belə icraatlar vasitəsilə həyata keçirir. Müxtəlif icraatlarda hansı tərəflər iştirak edir, konstitusiyada yazmayıb. Məsəl üçün, mülki icraatda iddiaçı və cavabdeh tərəf falan olur. Bir dənə cinayət icraatında hansı tərəflər iştirak edir? Bunu yadda saxlayın, bu da çox asandır. Prokuratura tərəfi var, dövlət adından ittiham edən tərəfdir, bir də müdafiə tərəfi var. Prokurorluq hakimə sübut eləməyə çalışır ki, bəs bu adam bu cinayəti törədib, buna bu qədər cəza ver, müdafiə olanda müdafiə olmağa çalışır. İki tərəf olur. Məhkəmənin quruluşu və icraat qaydası necə olur? Yəni detallar, məhkəmənin quruluşu hansı formadadır, icraat orada necə gedir? Artıq təbii ki, qanunlarda yazılır, bəli. Məhkəmənin səlahiyyətini dəyişdirmək olmaz. Yəni bu məqsədlə deyir, daha doğrusu olar, deyir, dəyişmə məqsədlə müəyyən olunmayan hüquqi üsullar olmaz. Yəni hüquqi olmayan üsullar məhkəmədə bu səlahiyyətinə təsir eləməyəcək. Fövqəladə məhkəmə yaratmaq olmaz. Səhra məhkəməsi yəni. Fövqəladə məhkəmə, tez tələsik məhkəmə, belə şey yaratmaq olmaz. Məhkəmə həqiqəti müəyyən eləməlidir. Bəli, təbii ki, məhkəmə həqiqəti. Bilirsiniz, bəzən yazar məhkəmə ədaləti müəyyən eləməlidir. Məhkəmə ədaləti müəyyən eləyə bilməz. Ədalət qanunlarda olmalıdır. Məhkəmə isə qanun nə deyir, onu eləyər. Ola bilər, hakimin özü razı olmaz. Ürək ağrısından kiməsə 12 il cəza verər. 2 ay balasa, əslində bu cəza məndən olsa, sağ bu cəza düşməməlidir. Amma qanun yazıb, deməli, hakimin işi bunu verməkdir. Ona o düşürmü o cəza falan, o qanun işidir. Ədalət, haqq ədalət qanunlarda yazılmalıdır. Hakim özündən ədalət çıxarda bilməz. Hakimlərə namizədlərə dair tələblər. Tələblər necə idi uşaqlar? Tələblər biz dedik ki,
Hamıda var, prezidentdə də dedik, deputatda da dedik, baş nazirdə də, seçkilərdə iştirak etmə hüququ olsun, bir də vətəndaş olsun. İkisinin nağdı bildik. Bir tək deputatda yox idi, bunda olacaq yenə də təbii ki, ali təhsil olsun. Özü də hüquq təhsili. Bir də həmin o hüquq sahəsi üzrə 5 ildən artıq staj. Yadda qalar, yoxsa bitdi məsələ. Hakimlər nə iş görə bilməz? Hakimlərin qadağası Nazirlər Kabinetinin qadağasından demək olar eynidir. Seçkili və təyinatlı vəsat tuta bilməzlər. Deputatda dövlət orqanlarında vəsat tutanmazdır. Deputat seçkili təyinatlı vəsat tuta bilir. Universitet rektoru falan ola bilir. Bunlara isə nə hakimə, nə də Nazirlər Kabinetinə seçkili təyinatlı heç bir vəsat olmaz. Ondan sonra 2 dənə də oxşarı var. Vəsat maaşından başqa maaş ala bilməz. Bir də kommersiyadan məşğul ola bilməz. Amma hər ikisində elmi pedaqoji istisnadır. Məsələn, hakim gedər universitetdə mühasirə oxuyar. Düzdür, həmin universitetin rektoru ola bilməz. Mühasirə oxuya bilər. Elmi pedaqojidir bu. Və yaxud hakimin kitabı bütün dünyada satılar və dərslik olar. Tərcümə olunmaqla dərslik olar, kommersiyadadır. Başa düşdük? Yəni, elmi pedaqojidən başqa olmaz onun. Başa düşdük? Yaxşı, hakimlərin müstəqilliyi. Hakim müstəqildir, heç kimə tabe deyil. Yalnız konstitusiya və qanuna tabedir. Hakim konkret heç kimə tabe deyil. Səlahiyyəti müddətinə dəyişilməzdir. Yəni, hakimdə rotasiya, təyinat verək biraz da orada, belə söhbət yoxdur. Hara hakim təyin olunur, oranın hakimidir bu. Hakimlər işinə nətər baxır, bu cümlə əzbərinizdə olmalıdır. Qərəzsiz, ədalətli, tərəfdən hüquq bərabərliyinə, faktlara əsasən qanuna müvafiq, yəni qanundan icazlı o qaydada baxırlar. Hər hansı bir şəxs məhkəmə müdaxilə edə bilər? Xeyr. Nə bilavasitə, nə dolayısıyla müdaxilə eləsin, yəni barmağını salsın o məhkəmə prosesinə qarışdırsın, yox dedi, söhbət ola bilməz. Ədalət mühakiməsi 2 dənə anlayışı var burada. Birinci ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyidir. Normalda belə bir ümumiləşdirmə eləyək. Biz konstitusiyamızda hər kəsin qanun, məhkəmə qarşısında bərabərliyi, hüquq belə filan danışmışıq. Amma əksər vəziyyətlərdə, qanunlarda biz vətəndaşların ön plana çıxmasını görəcəyik. Məsəl üçün, şərəf və ləyaqət məsələsi. Məsələn, normalda biz 32-ci maddədə insanların şəxsi toxunulmazlığı var idi də, onların şərəfinə, ləyaqətinə xələl gətirən məlumatını. Amma məhkəmə nə zaman qapalı olacaqdır? Ancaq vətəndaşların şəxsi və ailə həyat sirri. İnsanlar deməmişik. Mənə görə insanlar olmalıydı, çünki onun da şərəf ləyaqəti var. Nəysə, burada ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyidir. Bu cümlənin mahiyyəti var. Bu cümlənin mahiyyəti budur ki, bəli, insan və vətəndaş hamısı qanun və məhkəmə qarşısında bərabərdir. Amma söhbət mühakimənin ədalətindən gedir. Məsəl üçün, bir əcnəbi bizdə prezident olmaq istəsə, deputat olmaq istəsə, onun namizədliyini qeydə almasalar. Adam məhkəmə şikayət edə bilər də ki, niyə qeydə alınmır? Məhkəmə də ona deyəcəkmi ki, bəs sən vətəndaş deyilsən deyə səndən nədir? Deputat olmaz. Faktik olaraq qoydu da fərq. Amma görürsən, mühakimənin ədaləti pozulmadı. Ona görə də ədalət mühakiməsi vətəndaşlara açıq fərq qoyulanda pozular. Bu bir, yadda saxlayın vətəndaş. Bütün məhkəmə icraatları açıq aparılır. Yəni, normalda açıq gedir. Nə zaman qapalı olacaq? Burada diqqətli olaq, var məhkəmə nəyi güman edir, var nəyi müəyyən edir. Güman riskə getmir. Baxaq, dövlət, peşə və kommersiya sirləri var. Bunu açılacağını güman edir, risk alınır. Bir də vətəndaşların şəxsi və ailə həyat sirrinin açılacağı ilə bağlı qorumağın zəruri olduğunu müəyyən edir. Bax, yenə vətəndaş yazır. Yadda saxlayın, bunu deyirəm ki, xüsusi yadda saxlayın. Dövlət qulluğu haqqında qanunda da görəcəksiniz ki, dövlət qulluqçu vətəndaşların şərəf və ləyaqətinə aid olan məlumatın gizliliyi təmin etməlidir. Yenə də insan demir. Yəni, şərəf ləyaqət gördünmü? Vətəndaş. Yaxşı. Qanunda olan bəzi hallardan başqa cinayət işlərinin qiyabi icraatına yol verilmir. Uşaqlar, müxtəlif icraatlar dedik. Hansı məhkəmə icraatı, mülki icraat, cinayət. Hansı icraatda hansı tərəflər olur? Cinayət icraatında bir dənə dedik. O birislərə heç danışmadıq. Cinayət icraatında müdafiə olunan və prokuratura tərəfi var. Yenə də cinayət icraatı. Cinayət icraatı qiyabi ola bilərmi? Deyir, qanunda bəzi yol verilə bilən hallar, adam gəlmir, amma cinayəti gedir. Yəni, yoxdur da məhkəmədə, belə deyək. Bəzi qanunda yol verilən halları kənara qoymaq şərti ilə deyir, olmaz. Qiyabi cinayət məhkəməsinə yol verilməz. Çəkmə prinsipi əsasında olur, təbii ki, çəkişmədir. Yəni, bu ona
Özü müdafiə edir, onu borclu çıxardır, qarşı tərəf deyil. Çəkişmə prinsipidir. Tərkib hüquqların tərəflərin hüquqları bərabər olmaq şərti ilə məhkəmə icraatının istənilən mərhələsində müdafiə hüququn təmin olunacaqdır sənin. İstənilən mərhələdə müdafiəçi mi istəyirsən deyə müdafiə olunursan. Hər bir mərhələdə sənin müdafiən var. İkinci ədalət mühakiməmiz. Birinci nə oldu? Vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi. İkinci ədalət mühakiməsi də təqsirsizlik prezumpsiyasına əsaslanır. Təqsirsizlik prezumpsiyası bunu 63-cü maddədən bilirik. 10-cu bənd çox diqqətli oluruq bu bəndə. Çünki bu bənd bizə gələcək qanunlarda da bura geri qayıdacaq məhz bu bəndə, bu maddəyə. Deyir ki, məhkəmədə normalda Azərbaycan dilində olur, amma çoxluq əhali o dildə danışırsa, onların dilində də ola bilər. Talış dilində filan. Problem yoxdur. Yetər ki, həqiqət üzrə çoxluq o dildə mi danışır? Danışsınlar öz dilləri. Əgər çoxluq o dildə danışmırsa, məsələn, Bakıda hansısa bir məhkəmə gedir, bir nəfər Belarusiyalı tutulur və Bakıda çoxluq Belarus dilində danışmır axı. Bu zaman o dili bilməyən adama 3 dənə hüququ təmin edirlər. Üçünü də öz dilində danışmaq, materiallarla bildiyi dilə tərcümə ilə tanış olmaq və böyrünə bir tərcüməçi vermək. Hər üç hüququ təmin olunur. Maddə 28 hakimlər toxunulmazdırlar. Hakimlər cinayətə nətər cəlb olunurlar? Qanunda olan qayda. Uşaqlar, hakimin cinayətə cəlb olunması da əslində yenə də burada tutulma, baş prokurora vermə, bu söhbətlər var əslində. Məsələn, orada tuturlar, dərhal baş prokurora. Baş prokuror da bu dəfə məhkəmə hüquq şurasına verir. Məhkəmə hüquq şurası icazə versə, bəli, cinayət istintaqa başlayır, icazə verməsə, dərhal azad olunmalıdır, deyək. Yəni, o da 24 saat ərzində həll olur. Amma Konstitusiya burasını yazmır. Konstitusiya nətər yazır? Deyir ki, hakim toxunulmazdır. Cinayəti necə cəlb olunur? Qanunla müəyyənləşdirilən qaydada. Artıq burada baş prokuror söhbəti, gedir məhkəmə hüquq, o qanunlarda yazır. Yəni, qanunda yazılır ki, necə cəlb olunur. Aydın oldu, qanunla müəyyənləşmiş qaydada məsuliyyətə cəlb olunacaq. Hakimin üçüncüyə baxaq, səlahiyyətlərinə xitam vermək. Necə xətm oluna bilər? Xitam vermək, uşaqlar, müxtəlif səbəblərdən olur. Hakim öləndə də xitam olunur. Hakim vətəndaşdan çıxanda da xitam olunur. Hakim cinayət törədib kənarlaşanda da xitam olunur. Deməli, sağlam olun. Deməli, hakimlərin müxtəlif əsaslarla xətm olunmaları var. Ya, məsəl üçün, hakim daha başqa bir vəzifəyə təyin olunur, hakimliyinə xətm olunur. Bu yaxşı bir şeydir. Deməli, hakim necə xətm olunur, necə xitam olunur? Qanunla olan əsaslarla və qanunda yazılan qaydalarla. Əsas və qaydalar. Oldu? Əsaslar nə deməkdir? Yəni səbəb. Qayda nədir? Prosedur necə olur? Elə hamısı qanunda yazılır. İndi hakimin kənarlaşması haqqında burada qısa bir cümlələr var. Hakim necə kənarlaşır? Hakim cinayət türüdəndə. Prezident, deməli, Ali Məhkəmədən 30 günlük rəy alır. Impeachment-ə biraz yaxın qaydadır. Orada Konstitusiya Məhkəmə, Ali Məhkəmədən 30 günlük rəy alır, Milli Məclisə verir. Burada isə prezident Ali Məhkəmədən, bu Ali Məhkəmənin hakimi olsa belə fərq eləmir. Ali Məhkəmədən 30 günlük rəy alır, təzədən verilir Milli Məclisə. İndi yadda saxlayaq. Konstitusiya Ali və Apellyasiya 83-dən kənarlaşır. Bunu 95-ə əlavə eləyərsiniz. Daha doğrusu oğlunu orada varınızdır. 63-lə, 83-lə. Yerdə qalan hakimlər, hansı ki prezident təyin eləmişdi, 63-lə kənarlaşır. Hakimlərin vəzifədən kənarlaşmasının hamısı Milli Məclisə aid bir şeydir. Prezident burada ancaq təqdimat verəcək. Təkrar edirəm. Konstitusiya Ali Apellyasiya Məhkəməsi və yerdə qalan hakimlər. Ümumiyyətlə, hakim cinayət törədəndə kim Ali Məhkəmədən rəy alıb Milli Məclisə verəcək? Bəli. Konstitusiya Ali Apellyasiya neçə ilə kənarlaşır? Yerdə qalanlar düzdür və qərar qəbul olunur. Amma təyin olunmada qarışdırmayın. Adətən sual verilir ki, Konstitusiya Ali Apellyasiya neçə ilə təyin olunur? Deyirlər 83 ilə səhvdir. Konstitusiya Ali Apellyasiya 63 ilə təyin olunur. Yerdə qalanları prezident təyin edir. Bu kənarlaşmadır. Konstitusiya Ali Apellyasiya 83 ilə kənarlaşır. Yerdə qalanlar 63 ilə. Məhkəmə qərarı onun icrası burada dayanacaq. Məhkəmənin qəbul etdiyi qərar dövlətin adına. Bəzən sual verirlər, dövlət, respublikamı. Belə suallar yenə deyirəm, təkrar edirəm. Boş şeydir, imtahana düşmür bunlar. Ay, burada respublika. Xaricdən baxanda, Aynəbənddən baxanda respublika. Elə söhbət yoxdur. Aydın oldu. Respublikada heç bir fərqi yoxdur. Deməli, Konstitusiyada yazır ki, məhkəmə qərarı dövlət adının. Məhkəmələr və hakimlər haqqında qanun isə yazır ki, məhkəmənin qərarı respublika adından çıxır. Məhkəmənin qərarı nəyə əsaslanmalıdır? Qanuna və sübuta.
Bu dərsin birinci hissəsi. Gələn dəfə bunu da soruşacağam. Prezidenti bir də soruşacağam. Çalışın səlahiyyətləri xüsusi incələməklə. Yenə deyirəm, Milli Məclis kimləri təyin eləyir? Prezident nəyi təsdiq edir? Milli Məclis hansı halda prezidentə razılıq verir? 4 halda. Bunlar açar məsələlərdir. Bunlara diqqətli olun. Bu qədər gedə bilərsiniz. Uğurlar. Dərsi Telegrama yerləşdirəcək.